12 bab. Pəriştə gepini davamlaşdırdı. O çağda xalqını qovduğucu baş pəriştə Mikail meydanğa çıkıdı. Ondan xalqın opirdi boğandın buyan heç qaçan bolup baxmıgan opetlik bir dəvirni başdan keçirdi. Lekin xalqının içideki nomi hayatlıq dəptirgi pütülgənlərinin həmmisi nicatlıqqa erişidi. Qariyar bağırda yatqanlarının nurgunları tirilidi. Ulanın bəziləri məngülük hayatlıqqa erişidi. Bəziləri nomusda qilib məngülük şərməndə boludu. Dana yol basçılar asman gümbüzidək nurluq boludu. Kişilərə doğru yol kösətkənlər yıldızlardək məngü parlap durdu. Ey Daniel, sen əmdi bu pütükni axırlaşdırıb ta ki zaman axırıqca peçetlivetkin. Nurgun kişiler yüz bəməkçi boğan işler üstüde yürek qallarını sərib qilishib düşənçiге egi boludu. Ondun mən Daniel ətrafqa qarasam, yana ikkəylən turupdu. Biri daryanın bu tərpide, yani biri karşı tərpide iken. Uladın biri daryanın üstüde turgan, kendi rəxtin tikilgen libas artkan hilqi biridin. Bu acayip vəqələnin axırlışıdığına qançilik vakit ketidu, dep sorudu. Mən onun iki kolunu asmanga götürüp, məngü hayat Xudanın namı bilen qəsəm qilib, bir mezgil, iki mezgil ve yani 20 mezgil ketidu. Xudanın xalqi uçravatkan bu ziyankeşlik axırlaşqanda, bu işlarının həmmisi tügeydi, dep cevap bəgəllikini anladım. Onun sözünü anlayan bolsam mı, ama neymi deməkçi bolğanlıqını düşənmedim. Şuna mən, Həzretim, bu işlarının akıbeti qandaq boludu, dep sordum. O mundaq dedi. Ey Daniel, sen ketevək. Çünkü bu sözle zaman ahırgıça peçetlenip məxfi tutuludu. Bu azapla arqılıq nurgun kişiler tavlanıdı, paklanıdı ve kusursuz boludu. Yamanla düşenmək, yamanlık kılıverdi. Fakat danala düşünüdü. Kündülük kurbanlıqlarını toxtutup, veyrançılık ilip kilitigan yirkinişlik bir nersi ornatılgan kündün başlap, 1290 gün ötüdü. Ahırgıçı sadık bolup, 1335 gün saklığalla ne kadar bəxtlik ha? Ey Daniel, sen ahırgıçı sadık bol. Keyin alemdin ötsen. Zaman ahırda inamını algılı, kayta tirilisən.